Hər vaxtınız xeyir, dəyərli tamaşaçılar. Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət demişdi dahi Azərbaycan şairi Hüseyin Cavid və mədəniyyətin nə qədər böyük təsir imkanına malik olduğunu çatdırmağa çalışmışdı və biz də bütün bunları nəzərə alaraq hər həftənin bazar günü Azərbaycanda və dünyada baş verən ən mühüm mədəni yenilikləri toplayıb görüşünüzə gəlirik. Əgər sizə də maraqlıdırsa kanalı dəyişməyin. Anonslardan sonra görüşəcəyik. UNESCO İcraiyyə Şurasının sessiyasında Azərbaycanın milli bəyanatı səsləndirildi. Bakıda Qətər Mədəniyyət Günləri keçirildi. Mövzu ilə bağlı studiyamızın qonağı olacaq. Tarixi memarlıq abidəsinə qanunsuz müdaxilə faktı aşkarlandı. 2006-cı ildə birinci mərtəbədə olan sahibkarlar, telefon mağazini, salon, onların sahibkarları bu binaya çox böyük bir təsərrüt getirirlər. 9-cu Muğam televiziya müsabiqəsinin ilk seçim mərhələsi keçirilir. Düşünürəm ki, bu il daha çox səslər olacaq, çünki aradan 3 il vaxt keçib. Mən cismin yox, ruhun rəssamıyam. Bakıda məşhur rəssam Caravaggioya həsr olunan sərgi açıldı. Bütün bunlar və daha çoxu həftənin yekununda. Keçirik təfərrüatlara. Geridə qoyduğumuz həftədə UNESCO-nun İcraiyyə Şurasının 221-ci sessiyası çərçivəsində milli komissiyaların ənənəvi iclası keçirildi. İclasda Azərbaycanın bəyanatı səsləndirildi, həmçinin Azərbaycan-UNESCO əməkdaşlığı haqqında məlumat da verildi. Təfərrüatlar süjetdə. Parisdə UNESCO-nun mənzil qərargahında keçirilən qurumun İcraiyyə Şurasının 221-ci sessiyasında Azərbaycan bəyanatı səsləndirilib. Bəyanatda ölkəmizin dünya miqyasında gördüyü işlər iştirakçıların diqqətinə çatdırılıb. Bundan başqa UNESCO və Azərbaycan əməkdaşlığı çərçivəsində 2024-25-ci illərdə reallaşdırılan və nəzərdə tutulan tədbirlər, eləcə də Milli Komissiyanın layihələri barədə ətraflı məlumat verilib. Ötən ay paytaxtımızda qədim insan məskənlərinin mühafizəsi, təhdidlər və müasir yanaşmalar mövzusunda təşkil edilən beynəlxalq elmi praktik konfrans haqqında da danışılıb. Bu konfransda UNESCO-nun da yüksək səviyyədə təmsil olunduğu diqqətə çatdırılıb. Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyası, eləcə də bu sessiyada UNESCO nümayəndələrinin iştirakı haqqında da ətraflı məlumat verilib. Gülarə Quliyeva, Arzu Yusif, Sevgi Əlizadə, həftənin yekunu üçün. Bakıda 200 illik tarixi olan yerli əhəmiyyətli tarix memarlıq abidəsinə müdaxilə edilib. Söhbət tarixi tikilinin birinci mərtəbəsində qanunsuz təmir işlərinin aparılmasından gedir. Tarixi abidələrimizi çalışaq ki, dağıtmayaq. Onlar bizim tarixi abidələrimizdir. Biz onu qorumalıyıq. Öz orijinallığını itirir təmin olanda. Tarix memarlıq abidələri mədəni irs kimi Azərbaycan xalqının varlıq şəhadətnaməsi, milli sərvətidir. Onlardan biri Nəsimi rayonu Azadlıq prospekti 41 ünvanında yerləşən yerli əhəmiyyətli tarix memarlıq abidəsinə müdaxilə olunub. Tarixi abidəyə baxış keçirdiyimiz zaman binanın zirzəmi hissəsinə də qanunsuz müdaxilə edildiyi aydın oldu. Elə gördüyünüz bu izlər də məhz qanunsuz təmir işlərinin nəticəsidir. Sakinlərin sözlərinə görə binanın ətrafında iaşə obyektlərinin dırnaqarası təmirləri bir neçə müddətdir davam edir. 2006-cı ildə birinci mərtəbədə olan sahibkarlar, telefon mağazini, salon, onların sahibkarları bu binaya çox böyük bir təsərrüt getirirlər, sütunları dağıdırlar. Ona görə də mən Mədəniyyət Nazirliyə müraciət elədim, irsə müraciət elədim. Çox sağ olsunlar, gəldilər. Alt hissəsindən qapı açıblar, şölə həyət tərəfə çıxış qoyurlar. Binanın yük götürən divarından pilləkən qəfəsinə artırmalar olub. Tarixi tikilinin yan tərəfindən əlavə otaqlar tikilib. Vizual baxış keçirdik və vizual baxış nəticəsində Emin müəllimdən deməli texniki pasportunu soruşduq. Obyekt yiyələri texniki pasportu təqdim etmədilər. Biz də mütəxəssis kimi vizual baxış zamanı gördük ki, bura ilkin olaraq əvvəllər bura giriş, yaşayış mənzili olubdur, giriş blok hissədən olubdur. Sonradan isə bu yaşayış mənzilini çevirib eləyiblər qeyri-yaşayış. İlkin olaraq baxdıq ki, yük götürən divardan pilləkən qəfəsinə artırmalar olubdur, çıxış olubdur, həyətə, çöl tərəfə çıxış olubdur. Həmçinin də binanın arxa tərəfindən əlavə hər iki obyekt üçün əlavə otaqlar tikilib. Binada fəaliyyət göstərən obyekt sahibləri texniki pasportlarını təqdim etməlidirlər. Bunun əsasında müdaxilənin miqyasına ilkin rəy və hüquqi qiymət veriləcək. Bununla bağlı qaydaların pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.
Ötən həftənin ən yadda qalan mədəniyyət hadisələrindən biri ölkəmizdə Qətər Mədəniyyət Günlərinin təşkili oldu. Mədəniyyət Günlərinin rəsmi açılış mərasimi Heydər Əliyev mərkəzində keçirildi. Qətərin incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə təşkil olunan musiqili gecə dost ölkənin mədəniyyətinin, musiqisinin təbliği baxımından yüksək qiymətləndirildi. Konsertdən reportajımız var, baxaq. ...2024-cü ildə Qətərin paytaxtı Dohada təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri dost ölkədə mədəniyyətimizin göstəricisi olaraq nümayiş olundu. Bunun nəticəsidir ki, bugün Azərbaycanda Qətər Mədəniyyəti Günləri keçirilir. Rəsmi açılış mərasimində qonaqlar Qətərin milli və klassik musiqi əsərlərini dinləyərək şərq harmoniyasının sehrinə düşdülər. Qətər musiqisinin zəngin çalarlarının təqdim olunduğu gecədə Mədəniyyət Naziri Adil Kərimli, Qətərin Mədəniyyət Naziri Şeyx Əbdülrahman bin Həməd Əl-Tani, diplomatlar, mədəniyyət xadimləri və digər qonaqlar iştirak etdilər. Qətər ölkəsinin mədəniyyət nümunələri təqdim olundu. Musiqiçilərləri təbii ki, fərqlidir. Milli geyimlər mövcuddur və çox maraqlıdır ki, ərəb ölkələrin çoxunda milli geyimlər hələ də qorunub saxlanır və onlar istifadə olunur. Musiqiyə gələndə təbii ki, şərq melodiyaları istər-istəməz insanın ruhuna çox xoş təəssürat bağışlayır. Sözsüz ki, hər bir xalqın öz milli musiqisi var. Doha xalqının musiqisi çox xoş oldu. Mən çox məmnun qaldım. Belə tədbirlər ümumiyyətlə olmalıdır. Çünki belə tədbirlər mədəniyyətləri arası tədbirlər iki xalqlar arasında dostluqları birləşdirir, əməkdaşlığı gücləndirir. Musiqili bayram təəssüratı yaradan konsertdə Qətər musiqisi ilə yanaşı həmin xalqın milli rəqsləri də gecəyə rəqq qatdı. Çox maraqlı, çox gözəl. Bilirsiniz, Qətər dünyasını bu Azərbaycan xalqının birləşdirilməsi, Bakı ilə görüşü bizə bir ruh verdi. Bilirsiniz niyə? Qədim irslərdən, qədim vaxtlardan, bugünkü günə, müasir vaxtlara qədər hamısı bir-birlərindən belə bir gözəl mahnıların, onun rəqslərin, ifalarının içərisində o bir gözəllik yaratdılar. Başqa ölkədən gələn incəsənət adamlarını görürük, yəni onların sənətinə baxırıq, öz sənətimizlə müqayisə edirik. Xalqımıza həmişə belə xoş günlər arzu edirəm. Xanım Paşazadə, Kamran İsayev, Fəridə İsmailova, Ramilə Sultanova həftənin yekunu üçün. Qətər Mədəniyyəti Günləri çərçivəsində aprelin 10-dan 13-nə kimi Dənizkənarı Milli Parkda müxtəlif stendlər quruldu. Qətərin milli mətbəxi, geyimləri, musiqisi, toxuculuq və digər sənət nümunələri təqdim olundu. Mövzu ilə bağlı studiyamızın qonağı olacaq, amma əvvəlcə video materialımız var, ona baxaq, sonra mövzunu davam etdirəcəyik. Toxuculuq və kalliqrafiya sənəti nümunələri paytaxt Bakıda Qətər mədəniyyəti nümayiş olundu. Mədəniyyət günləri çərçivəsində Dənizkənarı Milli Parkda müxtəlif stendlər qurulub. Dost ölkənin mədəniyyətinin təntənəli təqdimatı böyük maraqla qarşılandı. Hər iki ölkənin dövlət qurumlarının nümayəndələri, incəsənət xadimləri və digər qonaqlar stendlərlə daha yaxından tanış oldular. Bizim üçün çox maraqlıdır, xoşdur, düşünürük ki, rəngarəng və zəngin Katar mədəniyyətinin, təbii ki, ümumi ərəb mədəniyyətinin tərkib hissəsi olaraq Katar mədəniyyətinin özünə məxsus çalarları var və bir neçə gün ərzində Azərbaycanda, Bakıda davam edəcək Katar mədəniyyət günləri düşünürəm ki, bütün ictimaiyyət üçün, xalqımız üçün maraqlı təqdimatlarla çıxış edəcəklər və bugün təbii ki, incəsənətin və qeyri-maddi mədəni irsinin nümayişləri oldu. Stendlərdə Qətərin tarixi, mədəniyyəti, milli irsini əks etdirən nümunələr təqdim edilir. Ziyarətçilərə ayrı-ayrı güşələrdə milli təamların dadına baxmaq imkanı yaradıldı. Qonaqlara hətta müxtəlif əl işlərinin, bəzək əşyalarının hazırlanması barədə məlumat verildi. Hazırlamaqdan böyük zövq aldığım bu əl işlərini təqdim etmək üçün buradayam. Azərbaycanlılar da hazırladığım sandıq nümunələrinə böyük maraq və həvəs göstərir.
Bu zövq oxşayan sandıqları ailə həyatı qurarkən xına paltarlarına, həmçinin müxtəlif əşyaları qoymaq üçün valideynlər övladlarına verirlər. Bir neçə ildir bu işlə məşğulam. Burada bizə məxsus kişi geyimləri nümayiş olunur. Mən ziyarətçilərə kişilər üçün müxtəlif geyimlərin hazırlanma prosesini təqdim edirəm. Maraq böyükdür. Mədəniyyət TV Qətərdən gələn musiqiçilərin iştirakı ilə konsertdə təqdim olundu. Fəridə İsmailova, Nemət Məmmədov, Sevgi Əlizadə, həftənin yekunu üçün. Qeyd etdiyimiz kimi mövzunu studiyamızın qonağı Mədəniyyət Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Fərrux Cumayevlə davam etdiririk. Xoş gəldiniz Fərrux müəllim studiyamıza. Qətər Mədəniyyət Günlərinin Azərbaycanda təşkil olunması Azərbaycan-Qətər mədəni əlaqələrinin inkişafı baxımından nə dərəcədə əhəmiyyətə malikdir və bir də bu kimi tədbirlər ümumiyyətlə sonradan özünü hər hansı bir formada inkişaf baxımından, iki ölkələr arası mədəni əlaqələrin inkişafı baxımından özünü hər hansı bir formada göstərirmi? Yəni münasibətlərdə. Təşəkkür edirəm sualın üçün. İlk növbədə bildirmək istəyirəm ki, 1994-cü ildə Azərbaycan Respublikası ilə Qətər dövləti arasında diplomatik münasibətlərin qurulmasından sonra iki tərəfli əməkdaşlıq da geniş istiqamətlərdə bir başlanğıc kimi gerçəkləşdirdi. Bu illər ərzində iqtisadi, siyasi, həm də mədəni sahəsində geniş miqyaslı əlaqələr qurulmaqdadır Qətər dövləti ilə. Bildiyiniz kimi 2004-cü ildə Azərbaycan Respublikasının prezidenti, möhtərəm Cənab Prezident İlham Əliyevin Qətərə səfəri çərçivəsində bir çox sənədlər imzalandı, bir çox əlaqələr qurulmasından ilk başlanğıc kimi yedirmək olar. Daha sonra 2010-cu ildə qarşılıqlı səfərlər, 2017-ci ildə yenə də deyəm ki, hökumətlər arası və dövlətlər arası başvuran yüksək səviyyəli səfərlər çərçivəsində bu əməkdaşlıq getdikcə dənləşməyə və möhkəmlənməyə başlamışdır. Mədəniyyət əlaqələrdən gəldikdə demək istəyirəm ki, binövrəsi, ümumiyyətlə siyasi və hüquqi bazası artıq 2004-cü ildə iki dövlət arasında, eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Qətər Mədəniyyət Nazirliyi arasında mədəniyyət və incəsənət sahəsində sazişin imzalanması ilə və 2017-ci ildə isə iki mədəniyyət qurumları arasında anlaşma memorandumunun imzalanması ilə gerçəkləşmişdir. Eyni zamanda bildiyiniz kimi 2016-cı ildə qarşılıq səfərlər çərçivəsində iqtisadi ticarət və texniki əməkdaşlıq haqqında birgə komissiya yaradılmışdı və bu komissiya çərçivəsində də mədəni sahəsində əlaqələrin inkişaf etdirilməsi müntəzəm olaraq hər iki il ərzində keçirilən komissiya çərçivəsində davam etdirilir. İlk olaraq 2009-cu ildə Qətər dövlətinin Azərbaycanda mədəniyyət günləri keçirilmişdir və bu çərçivədə 58 kollektivdən ibarət nümayəndə heyəti bu mədəniyyət günlərə qatılmışdır və bu çərçivədə mədəniyyət sahəsində ilkin addımlar atılmağa başlamışdır. İctimai maraq hansı səviyyədədir belə mədəniyyət günlərinin təşkilinə? Qətəri tanımaq üçün və onun incəsənətini, onun mədəni folklorunu, onun xəttatlığı tanıması üçün belə bir ikili qarşılıqlı əməkdaşlığın qurulması və belə günlərin keçirilməsi çox önəmlidir. Belə ki, dediyim qədər, artıq biz bir sahələrdə artıq addımlar atmışıq və geniş işlər görmüşük və bu sahədə də biz boş dayanmırıq aynı zamanda. 2023-2024-cü ildə o templər aktivlə inkişaf etdirir. Azərbaycan Mədəniyyət Günləri keçirildi Qətərdə də ötən il. Ümumiyyətlə, bizə maraqlıdır. Azərbaycan mədəniyyətinə maraq hansı səviyyədədir Qətərdə? Ümumiyyətlə, əvvəl də keçirilibmi? Yəni, bu nəticə gözlənilən oldu mu? Gözlənilən nəticəni əldə edə bildinizmi bu təşkilində, Azərbaycan Mədəniyyət Günlərinin Qətərdə təşkilinə? İlk dəfə olaraq Azərbaycan Mədəniyyət Günləri Qətərdə 2010-cu ildə təşkil olunmuşdu, Doxa şəhərində. Burada 150 nəfərdən ibarət Azərbaycan kollektivi, Azərbaycan nümayəndələri iştirak etmişdir. Orada Azərbaycan mədəniyyətinin müxtəlif sahələri üzrə kollektivləri, ansambl kollektivləri, sərgilər təşkil olunmuşdu. Eyni zamanda teatr sahəsində də Leyli Məcnun əsəri orada nümayiş etdirilmişdi və görülmüşdü oradan da bu Qətər ictimaiyyət tərəfindən və vətəndaşlar tərəfindən çox böyük maraq var Azərbaycan mədəniyyətinə. İlk növbədə isə Azərbaycan mətbəxinə, Azərbaycanın incəsənətinə. Yəni ki, biz oxşar bir mədəniyyəti islimiz də var bizim, xəttatlıq misal üçün. O, düzdür, ərəb xəttatlığı və Azərbaycanla yazılış xəttləri çox eynilik təşkil edir. Ona görə də biz bu sahədə də həm beynəlxalq təşkilatlar çərçivəsində, həm İSESKA çərçivəsində də
və UNESCO çərçivəsində bu irsimizin daha yüksək səviyyəyə qaldırması və nominasiya verilməsi, bu sahənin daha da irs kimi qorunması sahəsində birgə əməkdaşlıq edirik. Eyni zamanda mətbəximizdə də bəzi oxşarlıqlar var. Ben istəyirəm ki, onların da bəzi mətbəx nümunələri bizə biraz dad baxımından çox oxşardılar. Bir çox oxşar mədəni irsimiz var ki, onu da bir qorumaq üçün birgə müxtəlif səviyyələrdə istifadə olunur və tədbir olunur. Gələcəkdə Azərbaycan Mədəniyyət Günləri daha çox hansı ölkələrdə təşkil olunur? Nələr nəzərdə tutulur bu istiqamətdə? Qeyd etmək istəyirəm ki, ümumiyyətlə, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi iki xalqlar arasında mədəniyyətin daha da tanınması, eyni zamanda qarşılıqlı dostluq, hörmət və qarşılıqlı dostluq əlaqələrinin genişlənməsi, mükəmməsi çox mühüm olunur. Xalqlar arası inteqrasiyaya da xidmət göstərir. Bilək ki, mədəniyyət bir çox sahələrin başlanğıc nöqtəsi kimi qələmi verilir və bu da digər sahələrin əməkdaşlığın qurulmasında genişlənməsi tökən verici bir amildir və alət demək olar ki bu. Bu il ərzində, bu ayın 20-23 aprel tarixində təxminən Qırğızstanın Bişkek şəhərində mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur. Azərbaycanın 150 nəfərdən ibarət nümayəndə heyətinin səfər etməsi planlaşdırılır. Burada daha çox Azərbaycanın milli rəqs ansamblı, ədəbiyyat güşələri, sərgilərin keçirilməsi. Eyni zamanda bilirsiniz ki, bu il Üzeyir Hacıbəyin 140 ili keçiriləcək. Buna bağlı da orada Bişkekdə belə bir təntənəli tədbirin keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı kitabların nümayişi, Azərbaycan yazarlarının Bəxtəvər Abzadin kitabının publikasiyasına bağlı bir təqdimat keçiriləcək. Bilirsiniz ki, Qırğızstan bizə bir yaxın qardaş bir ölkədir və Türk Dil və Tarix çərçivəsində biz sıx əməkdaşlıq edirik Qırğızstanla. Və düşünürük ki, belə bir qarşılıqlı tədbirlərin keçirilməsi bizi daha da birləşdirəcək, biz daha da əməkdaşlığım üçün bir növrə kimi istifadə olunacaq və ümid edirəm ki, çox gözəl, möhtəşəm bir proqram təşkil olunacaq bütün Qırğız xalqı üçün və düşünürəm ki, bu da gələcəkdə belə bir addımların atılması, hər bir xalqın tanınması, daha da dərindən öyrənilməsi üçün çox önəmlidir. Çox sağ olun Fərux müəllim. Studiyamıza gəlib bizim bütün suallarımızı cavablandırdığınıza görə minnətdarıq sizə. Hörmətli tamaşaçılar, biz isə davam edirik. Xatırladaq ki, studiyamızın qonağı Mədəniyyət Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Fərux Cumayev idi. Ötən həftə uşaqlar üçün də yadda qalan oldu. Hər il təşkil olunan Uşaq Kitab Festivalı bu ildə ənənəyə sadiq qaldı. Bakı İdman Sarayında 4-cü dəfə keçirilən festivala maraq böyük idi. Əməkdaşlarımız da Kitab Bayramında iştirak etdilər. Hazırladıqları reportajı təqdim edirik. 4-cü Uşaq Kitab Festivalı bu dəfə də oxucuları bir yerə topladı. Yaşından, cinsindən, maraq dairəsindən asılı olmayaraq burada hər kəs kitab axtarışındadır. Stendlərdə bütün yaş kateqoriyaları üçün nəzərdə tutulan müxtəlif dillərdə kitablar təqdim olunur. Artıq 4-cü festivalımızı keçiririk. Uşaq Kitab Festivalı tematik günlərdən də ibarətdir. Düşünürəm ki, əyləncəli ortamda uşaqların kitablarla bu cür maraqlı və rəngarəng ortamda görüşməsi onlara kitabları daha da çox sevdirəcək və xoş xatirələr toplayacaq. Festivalda 30-dan çox nəşriyyat təmsil olunur. Oxuculara endirimlər də təklif edilir. Bəzi nəşrləri hətta 90% endirimlə əldə etmək mümkündür. 15-16 yaşa qədər kitablardır. Tələbat isə təbii ki, illüstrasiyalı kitablarıdır. Uşaqlar üçün maraqlı, əyləncəli kitablardır. 4-12 yaş arasında kitablar daha çox satılır. Bir də belədir ki, uşaqlar özünün oxuma qabiliyyətinə görə seçirlər və mən təşəkkür edirəm valideynlərə bu fürsəti uşaqlara verir. Özlərinə çoxunun seçimi buraxırlar ki, özləri seçsin. Kitab bayramında uşaqların maraqlı vaxt keçirməsi üçün müxtəlif əyləncəli güşələr də yaradılıb. İntellektual oyunlar, ustad dərsləri, əyləncəli müsabiqələr təşkil edilir. Balaca oxucular müəlliflərlə də görüşürlər. Maraqlıdır, bəs uşaqlar hansı janrda olan kitablara daha çox üstünlük verirlər? Ən çox informativ materialları xoşlayıram. Bu cəlbəmin səbəbi odur ki, tez kitabları alacaq özüm üçün yayda işləməyə. Sonra bədii mətnləri də xoşlayıram. Mən bu kitab alacağım çünki mən Cuvi və dostlarını çox sevirəm. Və mən kosmosu gedən qatarları da almışam. Bu kitab mənim həyalımdakı kitabdır. Mənim ən sevdiyim kitab növləri tarixi və
maraqlı kitablardır. Mən bu gün bura gəldim kitab almaq üçün. Çox gözəl kitablar var burada. Yəni ən sevdiyim kitablar belə futbol kitablarıdır, yəni nağıl kitabları. Mən bir dənə qırmızı papaq ondan almışam. O kitabı da hər gün oxuyuram mən. Ən sevdiyim festivaldır. Festivalın hər günü ayrı-ayrı tematik mövzulara həsr olunur. Məsələn, Milli Geyimlər, Peşələr Günü, Mənim Nağıl Qəhrəmanım və digər günlərdə mövzuya uyğun görüşlər keçirilir, səhnəciklər nümayiş etdirilir. Gülarə Quliyeva, Vahab İmanzadə, Ramilə Soltanova həftənin yekunu üçün. Söhbət mütaliədən, elmdən düşmüşkən, dünyanın ən böyük gənclər forumu hesab edilən BMT-nin Dünyanı Dəyiş modeli tələbələrə geniş imkanlar yaradır. Sözü gedən platforma iştirakçılara debatlarda iştirak etmək, danışıqlar aparmaq və yeni əməkdaşlıq əlaqələri qurmaq baxımından yüksək qiymətləndirilir. Beynəlxalq siyasi gündəmin əsas problemlərini müzakirə etmək üçün bir yerə toplaşan gənclər arasında Azərbaycan təmsilçiləri də var idi. Dünya gəncləri üçün ən böyük debat yarışında komandamız 194 ölkə, 7000 iştirakçı və 10 fərqli komitə arasında uğurlu çıxışı ilə seçildi. BMT-nin dayanıqlı inkişaf layihəsi çərçivəsində həyata keçirilən Dünyanı Dəyiş modeli beynəlxalq forumunun əsas məqsədi iştirakçıların liderlik, tədqiqat, tənqidi düşüncə, ictimaiyyət qarşısında çıxış və münaqişələrinin həlli bacarıqlarını inkişaf etdirməkdir. Azərbaycan təmsilçiləri də forumda uğurla iştirak etdilər. Ümumiyyətlə, Azərbaycan komandası sayı etibarı və medal etibarı ilə başqa komandalardan fərqləndi. Və bu layihədə əsas məqsədimiz Azərbaycanı təmsil etmək, Azərbaycan gənclərinin potensialını dünyaya göstərmək və eyni zamanda BMT-nin dünyada gənclər üçün yaratdığı təcrübə proqramlarından Azərbaycan gənclərini də yararlandırmaqdır. Azərbaycanlı gənclər 194 ölkədən 7000 iştirakçının qoşulduğu debatda 10 ayrı-ayrı komitə ilə yarışdı. Tələbələrimiz dünya üzrə 2 əsas və xüsusi mükafatlarla təltif olundular. Bundan əlavə 15 Honorable Mention mükafatına layiq görüldülər. Rəqabət olaraq biraz çətin idi. İlk 2 günü, 1 günü, yana görə ki, biz heç kimi tanımırdıq, heç kim bizim məqsədlərimizi və fikirlərimizi aydın bilmirdi və bizi də tanımırdılar və dostlar daha çox yarandı, birliklər yarandı ölkələrindən, 4 birlik yarandı. İkisi dağıldı, ikisi qaldı və həmin o birlik hansı ki qalıb, ikisindən biri biz idik. Digər birliyin sənədləri tam bizim kimi toparlı deyildi deyə, toparlana bilmədi deyə biz qalib gəldik. İştirakçılar ciddi debatlarda iştirak edir və konsensus yaratmağa, fəaliyyət planları hazırlamağa diqqət yetirir. Bununla yanaşı, müxtəlif qətnamələrin təltif edilməsi üçün əməkdaşlıq edirlər. Bu mənada Azərbaycan gənclərinin bu cür layihələrdə iştirakı yüksək qiymətləndirilir. Gülarə Quliyeva, Zaur Dadaşov, Ramilə Soltanova həftənin yekunu üçün. Muğam televiziya müsabiqəsi 9-cu buraxılışı ilə yenidən tamaşaçılarının görüşünə gəlir. Heydər Əliyev Fondu, Azərbaycan Televiziyası və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən müsabiqənin ilk seçim mərhələsi başlanılıb. Sumqayıt Muğam mərkəzində keçirilən seçimlər barədə daha ətraflı növbəti video materialda. 2005-ci ildən keçirilən milli muğam sənətinin inkişafında və təbliğində mühüm rol oynayan Muğam televiziya müsabiqəsi yenidən sənətsevərlərin görüşünə gəlir. Artıq seçim mərhələsinə başlanıldı. Böyük maraqla izlənilən və gözlənilən Muğam televiziya müsabiqəsi 9-cu yarışmasına başladı. Yeniyetmə və gənclərin iştirak edəcəyi müsabiqənin ilk seçim mərhələsi elə Sumqayıt şəhərindən başladı. İştirak edənlər Abşeron, Xızı və Şərqi Zəngəzur bölgələrini əhatə edir. İlk seçim mərhələsində 12 nəfər münsiflər heyəti qarşısında çıxış etdi. Şahnaz muğamını ifa elədim. Mənsum müəllim dedi ki, səsin qəşəngdir, gəl öz özlərində işlə və dedi ki, burada gözləyin. İnanıram ki, inşallah keçmişəm. Qatar muğamını ifa etdim, ardınca da Eşqimin Bahar mahnısını ifa elədim. Məncə ifam çox yaxşı idi. Arazbarı muğamını ifa etdim. Gələn dəfəyə inşallah qəşəng bir muğam oxuyacağam. Burada İnşallah seçilsəm. Böyük həyəcan və məsuliyyətlə öz bacarıqlarını nümayiş etdirən iştirakçılar ustadların həm məsləhətlərini dinlədilər, həm də suallarını cavablandırdılar. Buradan 4 nəfəri seçdik biz. Düşünürəm ki,
İnşallah yaxşı olar, hələ davam eləyir. Müvəffəqiyyət, uğurlar arzu eləyirik. İndi seçilməyənlər də təbii ki, hamısı göz qarşısında idi. Çoxu hazırlaşmamışdı, bir çoxu səsinin, yəni keçid dövrü ilə bağlı qane eləmədi. Müsabiqəmizin başlanması münasibətilə əlbəttə ki, bütün muğam sevərləri təbrik edirəm. Biz azyaşlılarla başladıq. Təbii ki, onların içərisindən də biz daha yaxşılarını, yəni kimdə ki gələcəyi gördük, onlardan 4-5 nəfərini seçmişik. Bundan sonra bizim bölgələrə çıxacağıq ustadlarla bir yerdə. Mən düşünürəm ki, bu il daha çox səslər olacaq. Çünki aradan 3 il vaxt keçib. Həm də bu il bizim yubileyimizdir, 20 illiyimizdir. Mən düşünürəm ki, tamaşaçıları yaxşı sürprizlər gözləyir. Ötən illərdə olduğu kimi bu dəfə də müsabiqəyə böyük maraq var. Münsiflərin gözləntiləri isə həmişəki kimi yüksəkdir. Müəyyən tövsiyələr verildi. Çünki bu səs belədir ki, səs bağlı olan şeydir. Adası var kimi səsin bir ritmi yoxdur. Bəzən gəlir ki, səsdən zəifdir. Bəzisi var, muğam bilmir, mahnı bilir. Bunlara müəyyən tövsiyələr verildi. Onunla bərabər 4 nəfər, yəni ki, o birisi ikinci tura seçilib. Bütün iştirakçıları təbrik edirəm, təbii ki, qalib gələnləri. Mən onu qeyd etmək istəyirəm ki, müəllimlər tələbələri biraz da yaxşı hazırlasınlar, bir-iki muğamla kifayətlənməsinlər. Sənət dostlarım dedi, mahnılara çox üstünlük verirlər, amma bu muğam müsabiqəsidir, ona görə muğamları hazırlaşdırmalıdırlar. Münsiflər heyətinin dinləməsi və müzakirəsindən sonra ilk seçim mərhələsinin nəticələri elan olundu. 12 nəfər iştirakçı arasında 4 nəfər növbəti mərhələyə vəsiqə qazandı. Bölgələr üzrə seçimlər bitdikdən sonra bütün iştirakçılar Beynəlxalq Muğam Mərkəzində tamaşaçıların qarşısına çıxacaq. Müsabiqə Azərbaycan televiziyasının efirində canlı yayımlanacaq. Xanım Paşazadə, Vahab İmanzadə, Sevgi Əlizadə, Fəridə İsmailova həftənin yekunu üçün. Gələcək haqqında təsəvvürlər və irəli sürülən mülahizələr həmişə diqqət mərkəzində olub. Futuristik üslubda hazırlanan Gələcəkdə nə geyinəcəyik sərgisində də məhz bu suallara cavab axtarılıb. Milli Xalça Muzeyində açılan yeni sərgidən reportajımız var. Baxaq. Geyim tərzi, aksesuarların da boyğun olması həmişə aktual mövzulardandır. Qədim dövrlərdən etibarən Azərbaycan xalqı da özünə məxsus tərzdə geyimləri baş örtükləri ilə seçilib. Bəs gələcəkdə necə? Hansı geyimlərə üstünlük veriləcək? Mərkəzi Avropa Mədəniyyət Platforması tərəfindən Milli Xalça Muzeyində təqdim olunan Gələcəkdə nə geyinəcəyi sərgisi bu istiqamətdə müxtəlif ideyaları bir yerə toplayıb. Macarıstanın sədrliyi, Azərbaycanın ev sahibliyi ilə təşkil olunan layihədə ölkəmizlə yanaşı Çexiya, Avstriya, Macarıstan və Slovakiyadan olan modelyer dizaynerlərin əl işləri nümayiş etdirilir. Sərgi həm də musiqinin sehri ilə sıx bağlıdır. Slovak irsini tərənnüm edən bu geyimlər xalq mahnılarının ritmini naxış və teksturalara çevirir. Dizayner bununla qədim köklərə sahib çıxmağın vacibliyini vurğulayır. Ekspozisiyada moda və dizayn sahəsində təhsil alan 28 tələbənin də əl işləri sərgilənir. Təkrar emal olunmuş və təbii materiallardan hazırlanan müxtəlif üslublu unikal geyimlər ziyarətçilərin marağını cəlb etdi. Müəlliflər bu geyimlərlə biomaterialların, tekstilin transformasiya potensialını göstərirlər. Bu kimi suallara cavab məsələ muzeydə tapılır. Azərbaycan Milli Xalça Muzeyi Respublikamızın qocaman muzeylərindən biridir. 1967-ci ildə təsis edilmişdi. Dünyanın ilk ixtisaslaşdırılmış xalça muzeyi kimi və bizim əsas öhdəliyimizdən biri olan da maariflənməkdir. Mənə elə gəlir ki, burada bizi narahat edən sualların çoxuna bu sərgidə cavab tapılacaq. Dayanıqlılıq və moda arasındakı əlaqəni əks etdirən müxtəlif yanaşma və həll yollarının təqdim olunduğu sərgi ilk gündən böyük maraqla qarşılandı. Məqsəd də məhz təkrar emalı artırmaqla moda sənayesinin ətraf mühitə mənfi təsirlərini azaltmağın mümkünlüyünü ziyarətçilərin diqqətinə çatdırmaqdır. Mərkəzi Avropa Mədəniyyət Platforması 24 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində 48 sərgimiz olub. Bu dəfəki sərgimizin Bakıda keçirilməsi isə təsadüfi deyil. Çünki bizim yaxşı münasibətlərimiz var. Bu, Bakıda təşkil olunan ikinci sərgidir. Gələcəkdə də əməkdaşlığımızın davam etməsi istiqamətində ümidliyik.
Gələcəkdə nə geyinəcəyik? Bu sizi də düşündürürsə, Milli Xalça Muzeyində açılan sərgi ilə tanış ola bilərsiniz. Oruc Ələsgərov, Novruz Kazımov, Ramilə Sultanzadə həftənin yekunu üçün. Dövlət Film Fondu arxivində filmlərlə yanaşı kino sənətkarları ilə bağlı sənədlər, onların əlyazmaları, ekran işlərinin istehsalına aid sənəd və materiallar qorunub saxlanılır. Fondu zənginləşdirən kino lentləri isə xüsusi şəraitli otaqda mühafizə edilir. Hətta bir çox filmlər bərpa da olunur. Kino tariximizə aid əşyaların saxlanıldığı məkandan reportajımız var. Gəlin birlikdə baxaq. Açıq hava altında muzeyi xatırladan həyət. Bura gəlişimiz isə təsadüfi deyil. Təqdim etdiyimiz Azərbaycan kinosunun inciləri sırasında olan filmlərdən də məlumdur ki, mövzumuz bizi kino tarixinə səyahətə aparacaq. Bir zamanlar televizor ekranlarında baxdığımız, filmlərdə istifadə olunan əşyalardan tutmuş, sevərək izlədiyimiz həmin filmlərin çəkiliş prosesinə şahidlik edən avadanlıqlara qədər hər şey. Azərbaycan kino tarixinin müxtəlif dövrlərinə aid eksponatlar burada, Azərbaycan Dövlət Film Fondunda. Ekspozisiya zalı ilə tanış olduqdan sonra bir daha əmin olursan ki, bu məkan sözün əsl mənasında böyük bir tarixi özündə yaşadır. Məqsədimiz Azərbaycanda vaxtı ilə istehsal olunan filmləri tapmaq, bərpa etmək, qoruyub saxlamaq, eyni zamanda Azərbaycan kinosu ilə bağlı, dünya kino tarixi ilə bağlı müxtəlif kino materiallarının toplanmasıdır. Bizim Cəbiş müəllim filmində istifadə olunmuş Cəbiş müəllimin çantası, Sehirli xalat filmindəki Sehirli xalat, 1945-ci ildə çəkilən Arşın Malalan filmində istifadə olunan güzgülü işıq avadanlığı, Bakıda illər öncə fəaliyyət göstərən Forum Kinoteatrında səssiz filmləri müşayiət edən piano, ekran işlərinin ilk afişaları və daha nələr. Son 10-15 ildir ki, ancaq rəqəmsal texnologiyalardan istifadə olunur və filmlər daha çox göstərilir rəqəmsal kino proyektorlar vasitəsilə. Amma bu gördüyünüz 16 mm-lik kino proyektordur və işləkdir və Dövlət Film Fonduna tez-tez tələbələr gəlir, ziyarətçilərimiz olur və biz çalışırıq onlara kino lentinin təsvirini hansısa bir formada göstərək. Müxtəlif sənədlərin toplanıldığı arxiv, məşhur filmlərin çəkiliş prosesindən maraqlı fotoşəkillərin saxlanıldığı fotoarxiv, kinematografiya həsr olunan nəşrlərin təqdim edildiyi kitabxana. Kinolentlər isə fonda xüsusi temperaturlu otaqlarda saxlanılır. Bu boks sırf kino lentlərinin qorunması üçün nəzərdə tutulmuşdur. Azərbaycan Dövlət Film Fondu, FİAF deyilən Beynəlxalq Kino Arxivləri Federasiyası var və həmin federasiyanın üzvüdür. Və bu bina tikilərkən də FİAF-ın tövsiyələri nəzərə alınıb və filmlərin xüsusi temperatur və rütubət rejimində saxlanılması üçün bu boksda bütün şərait yaradılıbdır. Burada kino tariximizi zənginləşdirən filmlər qorunub saxlanılmaqla yanaşı ehtiyac olunduğu halda bərpa edilir. Azərbaycan filmləri vaxtaşırı yoxlanılır. Hal-hazırda həmin filmlərdən birini yoxlayır. İlkin yoxlanış mütləq 50 aparılır. Siz təsəvvür edin ki, hal-hazırda bizdə 20 mindən çox sayda qutu var və o qutular periodik şəkildə il ərzində ardıcıl olaraq hamısı bizim mütəxəssislər tərəfindən yoxlanılır. Bir vaxtlar dövrün canlı şahidi, indi isə tarixin yadigarı olan eksponatların taleyi etibarlı əllərdədir. Fəridə İsmailova, Kamran İsayev, Sevgəlizadə, həftənin yekunu üçün. Beləliklə bu da son. Amma bugünkü verilişin sonu. Növbəti həftələrdə görüşmək ümidi ilə sizinlə sağollaşıram. Dəyərli tamaşaçılar, sağlıqla qalın.